Salam əziz izləyicilərim, xoş gördük sizi Xatirə mətbəxdə. Mən bugün balıq dolması hazırlayıram. Xanı balığıdır. Xanı balığı duzlu balıq yəni. Cürbəcür balıqlar var. Xaşam var, ondan çəki var, duzlu balıq, küpal var. Bugün xanı balığı hazırlayıram. Qırmızı soğan mütləqdir. Yəni ki, ləzzətli olmağını istəyirsinizsə, qırmızı soğanla eləyin. Ağ soğanla qırmızı soğanda fərq çoxdur. Doğramışam xırda-xırda, duz səpdim üzərinə. Duzla ovacam soğanı ki, tez bişsin, yumuşaq olsun. Balığı qəşəng təmizləmişəm. Üzərinin o pulunu almışam. Tərtəmiz yumuşam. İndi də o sümükləri də oradan çıxardıram. Soğanı da duzu vurmuşdum. Ovuram duzla. Soğanı duzla ovanda tez bişir soğan. Yəni soğan ölür də. Qəşəng bolluca pomidorun, göyən. Bir də ikinci dəfədir bişirirəm mən bu yağ. Yağ yeməyidir. Çox gözəl yeməkdir. Bunu yeyənlər, bişirənlər bilir. Alça vaxtı bişirmişdim. İndi də göyəmlə bişirirəm. Qəşəng bolluca pomidorun, nanə, quru nanə, giləmərzə, istiot, duz. Bunun içərisinə bunlar vurulur. Qəşəng dadlı, ləzzətli, ətirli yemək olur. Qarpızla bu yeyilir. Əgər qarpız çıxmamış bişirirsənsə, ayranla ləzzət verir. Ayranla eləyirsən, amma qarpız vaxtıdır ki, hökmən bunu qarpızla yeyirsən. İncil yarpağına büşürük. Bilmirəm, əvvəldən belə görmüşük analarımızdan, nənələrimizdən. İncir yarpağının da bir, nə bilim, qəribə ətri gəlir. O, xoş gəlir adama. Nə üçün eləyiblər, onu da bilmirəm. Ancaq səlyanlılar üzüm yarpağına dökür. Bizim Cəllabad zonası, mən əvvəldən uşaqlıqdan görmüşəm ki, incil yarpağına bükülür. Mən də eyni eləyirəm. Marlanı sərirəm, incil yarpağını yığıram. Balığı da qəşəng gördüyünüz kimi qəşəng qoyuram incil yarpağının üzərinə, için doldururam. Elə vaxtı mən bişirəndə, keçən dəfə bişirdiyim, alçı ilə bişirdiyim elə idi, 2 dənə balıq idi. Balığın birini sərdim, içi yığdım, sonra birində üzərinə sərdim. Amma indi bu balıq böyük olduğuna görə balığın için doldururam, hazırladığım içliylə. İncil yarpağını qoyandan sonra qəşəng marlı ilə bükürəm. O suya dəyməməlidir, parda bişir. Parda bişməlidir. Elə bir qazana qoyursan onu. Qabın içərisinə qazanın qab qoyursan, qabın üzərindən qoyursan. Qəşəng o suya dəymir, parda bişir. Soğan da balıq tez bişəndir. Gözləyirik ki, onu vaxt qoyuruq. 1 saata, 1 saat 20 dəqiqəyə vamxodda soğanı həlməli bişir. Ondan götürürük. Yeməyim hazır oldu. Üzündən də baxanda bilirsiniz ki, soğan bişib. Çox ləzzətli, dadlı. Yedikcə çörək yeyirsən, çox vacibdir bundan çörəyi bol-bol yeyərsən. İndi hamı çörəkdən qaçır.